Deyir, vallah, and olsun Allaha. Vallah yananda olsun Allah. Biz demirik, vallah. Vallah, hədisdə gəlir, vallah, mə yəncu minəz zəmb illa mən əqərrəbih. And olsun Allaha, günahdan nicat tapmır, insan günahdan nicat tapmaz, ancaq o halda nicat tapar ki, etiraf eləsin, dilinə gətirsin. Desin ki, bu gecə vaxt tapın, oturun xəlvətdə, 5 dəqiqə, 10 dəqiqə, deyin ki, mən bu filan günahları eləmişəm. Bunun mənası bir üstündə, yəni başa düşdüm. Allah elə hər şey eləyir ki, biz təki başa düşək. Başa düşmək balaca şey deyil. Başa düşürəm ki, səhv eləmişəm. Bu başa düş, bəzən bizi başa salmaq üçün bizə bəla göndərir. Ki, bəlkə biz ayılaq. Başa düşsək əgər bəla göndərməz. O artıq rəhmət olar. Bizim çoxumuza bəla nə üçün gəlir? Ki, biz başa düşək. Tövbə nə üçün bəlanın qabağını alır? Çünki deyirsən ki, bəla ilə başa salmayacaqdın, özün başa düşmüşəm.